Siz dünyanın bir çox ölkələrində olmusunuz, özünüz də dediyiniz kimi. Bax, orada müxtəlif, yəqin ki, musiqiçilərlə də tanış olmusunuz. Bu səyahətləriniz vaxtı musiqi bəzən çox belə ortaq bir dildir. Məsələn, dünyanın hansı ölkəsindəki bir sənətçi ilə, bəlkə bir qırğız musiqi aləti ilə diyaloqda olmusunuz? Necə təsir edib bu dünyanın musiqiçiləri ilə hansı şəkildə işbirlikləriniz olub, bax belə dostluqlarınız yaranıb, bax belə bir hekayələrinizdən də bizlə paylaşarsınız. У меня везде получается. Harda olsam maraqla qarşılanıram. Yaponiyada, Koreyada, Skandinaviya ölkələrində, Amerikada, Qərbi Avropada. Mənim konsertim bitdikdən sonra bəzən musiqiçilər məni öz konsertlərinə dəvət edirlər. Onları dinləmək üçün təbii ki. Belə konsert bitdikdən sonra bəzən bir yarışma başlayır. Bu, üzbəyüz təkbətək yarışma olur. Bu yarışmalar musiqili improvizasiya üzərində qurulur və ya kimsə bir musiqi mövzusu qoyur, biz başlayırıq musiqiyə. Bir melodiya musiqi ilə cavab verilir və belə davam edir. Buna görə də mənim istifadə elədiyim alətlərin çoxluğu xeyrimə işləyir. Bu alətlər mənə sürətli və müxtəlif tonallıqlarda cavab verməyə kömək edir. Misal üçün, mən saksafon götürürəm, saksafonda bir cavab. Ardınca fleytada ifa ilə başqa bir cavab. Klarnetdə üçüncü cavab verirəm. Bu alətlər mənə kömək eləyir və nəticədə əlaqə yaranır. Yəni qarşılıqlı əks-səda olur. O, bir alətdən musiqi səsləndirirdi, mən də öz ifamda cavablayırdım. Beləliklə əlaqə qurulur. Dostca, üzbəyüz münasibətlər yaranır. Bunlar vacibdir, çünki bizi yaxınlaşdırır, həm də tanıdır. Məsələn, bizi çay içməyə dəvət eləyəndə biz mütləq öz milli alətlərimizi nümayiş etdiririk. Bu, ümumiyyətlə möhtəşəmdir. Belə tədbirlər davamlı olaraq keçirilir. Hara getsəm, musiqiçilər öz alətləri ilə gəlir və bir-birimizlə musiqi vasitəsilə üzbəyüz əlaqə qururuq. Musiqi dili ilə. Yəni, o, öz musiqisi ilə hansısa sual verir, mən isə öz musiqimlə cavab verirəm. Bu, unikal bir təcrübədir. 150 ölkəyə boşuna getmədim. Əvvəlcə Allaha, sonra isə əcdadlarıma şükür edirəm. Yəni, əcdadlar olmadan köksüz heç nə əldə etməzdim. Onlarsız, köküm, soyum olmasa, mən bu qədər musiqi alətini tapa, onları öyrənə, istifadə eləyə bilməzdim. Və nə yaxşı ki, uyğun mühitə düşdüm. Bu mühit mənə daha da inkişaf eləməyə kömək elədi. Məqsədimiz, hədəfimiz daim irəlidir. Amma əlbəttə, öz tələbələrimlə bir yerdə. Tək adam meydanda döyüşə bilməz. Mənim ətrafımda olan insanlar mənə irəliləməyə güc verir. Allaha sevgi və pozitiv enerjini dinləyicilərimizə ötürərək irəliləyirik. И выплескивает хорошую энергетику слушателям своим.